Son günlər icra strukturları ilə bağlı müzakirələrin artması bir daha göstərir ki, cəmiyyətin əsas gözləntisi sosial problemlərin həllidir. İnsanları narahat edən əsas məsələ iş yerlərinin azlığı, əmək bazarının zəif inkişafı, yerli iqtisadi fəallığın aşağı olması və bunun nəticəsində bölgələrdən böyük şəhərlərə axındır. Bu, real problemdir və idarəçilik orqanları üçün ciddi siqnal kimi qəbul edilməlidir. İctimai müzakirələr bəzən fərdi davranışları və ya hansısa şəxsin geyimini diqqətə gətirir. Amma vəzifəli şəxslərin geyiminin qiymətləndirilməsi tənqid çərçivəsinə daxil deyil və əsas məsələdən yayındırır. Əsas qiymətləndirilməli olan görülən işlər, idarəçilik mədəniyyəti, əhalinin problemlərinə həssaslıq və konkret nəticələrdir. Bu sözləri Pravda, Azra Milli Məclisin deputatı Razi Nurullayev Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun 13.000 avroluq plaşı ilə gündəmə gəlməsindən danışarkən deyib. Deputat bildirib ki, ölkənin sosial inkişafı üçün prioritetlər bəllidir. Yeni iş yerlərinin yaradılması, mikro və kiçik sahibkarlığa real dəstək, kənd təsərrüfatı və sənaye sahələrində investisiya mühiti, gənclər üçün imkanların genişləndirilməsi, həmçinin vətəndaşların bölgələrdə qalmasını təmin edən uzunmüddətli proqramlar. Bu istiqamətdə ardıcıl və sistemli addımlar atılarsa, narazılıqlar da azalacaq. İctimaiyyət idarəçilikdə daha çox şəffaflıq, sosial yönümlü fəaliyyət və problemlərə operativ reaksiya gözləyir. Məncə, bu gözləntilərə cavab vermək həm zərurət, həm də zamanın tələbidir. Neftçalada keçirilən Balıq festivalında icra başçısı Mirhəsən Seyidovun geyindiyi bahalı plaş diqqət çəkib. İcra başçısının Hugo Boss Burberry brendindən geyindiyi plaşın 13.000 avro dəyərində olduğu deyilir. Bu fonda Neftçaladakı sosial vəziyyət gündəmə gətirilib, işsizlikdən sakinlərin şəhərə axın etdikləri deyilib. Mirhəsən Seyidov sosial şəbəkələrdə ciddi tənqidlərə tuş gəlib.